vacibli qeydləri izah edeyim. Sözün həqiqi və məcazi mənası. Sözün həqiqi mənası deyəndə, yəni onun ilkin mənası başa düşülür. Yəni ki, sözün hansının həqiqi və yaxud da sözün hansının cümlədə məcazi olduğunu siz bilirsiniz. Amma onlarla bağlı, bu mövzu ilə bağlı bəzi qeydlər var. Bunlar nələrdir? Məsələn üçün, şərtdə sizə istəyən zaman testlərdə işləyən zaman sizə demir ki, hansı sözlə, bəzən demir ki, hansı sözdə həqiqi mənalı işlənmiş bir söz və yaxud söz birləşməsi cümləmi var. Belə bir şey olur. Bəzən həqiqi mənanın yerinə ondan digər adlarını yazır. Həqiqi mənaya bizim deyə biləcəyimiz məna ilkin məna və dominant məna deyirik. İlkin məna və dominant məna. Bunlar ikisi sayılır həqiqi məna. Həqiqi məna, ilkin məna və dominant məna. Bunlar olur həqiqi məna. Törəmə və məcazi mənada eynən məcazi mənada həqiqi məna kimi digər adları var. Bu adlar nələrdir? Bəli, törəmə, məna və sonrakı məna, sonradan qazanılan məna. Sonradan qazanılan məna isə bunlar artıq oldu nə? Məcazi məna. Deməli, həqiqi mənanı bilirsiniz deyə belə izah edeyim sizə. Şərtdə tutaq ki, yazır ki, hansı söz həqiqi mənada işlənmiş nəsə bir şey var, düzdürmü? Yəni, bu həqiqi mənanın əvəzinə sizə onun ilkin məna, dominant məna, məcazın yerinə tərəmə məna və sonradan qazanılan məna da deyə bilər. Onun üçün bunların digər adları ilə yanaşı həqiqi mənanın deməli özünə yanaşı iki adı, məcazi mənanın eynən iki adı oldu. Deməli, necədir? Baxın, indi bunu sizə belə izah edeyim. Hansı sözlər həqiqi mənadadır, hansı sözlər məcazi mənadadır? Məsələn üçün, sizə belə izah edeyim. Dəmir, qapı, dəmir, iradə. Məsələn üçün, cümlədə dəmir qapı. Qapı həqiqətən axı bilir ki, kənd yerlərindən çox darvazalar olur. Ən çox kənd yerlərində olur. Darvazalar dəmirdən olur axı. Dəmirdən olur axı. Yəni bu dəmir nədir? Qapının dəmir axı möhkəm bir metaldır axı. Polad qədər olmasa belə möhkəm bir metaldır. Möhkəm bir metaldır. Burada qapının, yəni qapının dəmirdən olmasının, yəni qapının möhkəmliyi qaba qədər möhkəm ola bilər. Bu olur həqiqi mənada. Amma burada isə dəmir iradə. İradə isə dəmirdən ola bilər axı. Burada olur məcazi məna. Bunu əgər kimsə izah edirsə, belə izah edə bilərsiniz. Burada qapının möhkəm olmasını, yəni dəmir kimi möhkəm olmasını, burada iradəsinin də möhkəm olmasını dəmirə bənzədib, dəmir iradə birləşməsi yaranıbdır. Belə, yəni sonradan qazanılan məna olur artıq. Məcazi məna haqqında bunu deyim ki, məcazi mənada belə ola bilər ki, bəzən məcazi mənalarda insanların üzərində, yəni insanlara xas, insanlara sırf olan xüsusiyyətləri hansısa bir təbiətin üzərinəmi, hansısa bir cansız əşyanın üzərinə köçürürlər. Məsələn üçün, belə yazım. Baxın, insan oyandı. Bu insan oyandı, həqiqidir, düzdürmü? Həqiqi mənadadır. Amma təbiət necə oyana bilər? Məcazi mənadadır. İndi gəlin bunun mənasına baxaq. Burada təbiət oyandı, yəni üzr istəyirəm, insan oyandı. Bu insana məxsus olan sırf bir xasiyyətdir, düzdürmü? İnsanın üzərində olan bu xüsusiyyəti bu təbiətin üzərinə köçürübdür. Belə məcazi də ola bilər. Sonra məcazi mənada olan birləşmələr, belə bir söz birləşməsi ola bilər ki, onun həm məcazi, həm də həqiqi mənası olsun. Amma bunun üçün, bunu təhlil etmək üçün, yəni diqqətli olmaq lazımdır.
Bütün sözlərin məcazi mənası olmur. Düzdür? Bütün sözlərin məcazi mənası olmur. Amma bütün sözlərin həqiqi mənası var və bütün sözlərin məcazi mənası olmur. Məcazi məna deyəndə onu biz bədii üslubda işlədirik. Bədii üslub deyəndə biz bədii təsvir kimi burada ən çox ədəbiyyat fənnində lazım olan bir mövzudur məcazi məna. Yəni Azərbaycanda məcazi məna yaxşı bilmək lazımdır ki, ədəbiyyatda bədii təsvir kimi həmin əşyanın bədii təsvir kimi göstərən həmin nəsə bir şeyi göstərdiyimiz zaman məcazi mənada istifadə edəcəyik. Bütün frazeoloji birləşmələr, yəni bütün frazeoloji birləşmədə olan sözlər məcazi mənada olur. Amma bütün məcazi mənada olan sözlər isə frazeoloji birləşmə deyil. Məsələn üçün, nümunə göstərim. Dedik ki, mən bayaq indi qaydada qeyd etdim ki, bütün frazeoloji birləşmələr məcazi mənada olur. Baxıram, gözüm səndən su içmir. Düzdürmü? Külək yatdı. İkisi də məcazi mənada işlənir. Baxıram, gözüm ilə su içə bilər, külək necə yata bilər? Külək insan üzərinə xas olan xüsusiyyəti küləyin üzərinə götürübdür. Aha, bütün frazeoloji birləşmələr dedik ki, məcazi mənada olur. Baxın, gözüm səndən su içmir. Həqiqətən də frazeoloji birləşmələr sabit olurlar. Yəni suyun yerinə başqa nəsə qoymaq olmur. Su olmalıdır burada mütləq ki, frazeoloji birləşmə olsun. Aha, burada bu məcazi mənada oldu. Amma külək yatdı frazeoloji birləşmə deyil. Yəni bütün məcazi mənada olan frazeoloji birləşmə deyil. Yəni külək yatdı məcazidir, amma frazeoloji birləşmə deyil. Belə olur. Bir də testlərdə düşən əsas bir dənə qayda var. Bu nədir? Deyirlər ümumi məna. Ümumi məna nədir? Əgər şərtdə desək ki, biri ümumi mənaya görə fərqlənir, o zaman həmin sözün nitq hissəsinə baxırıq. Məsələn üçün, məktəbli, məktəbli, kəndli, duzlu sözlərdir. Deyir ki, biri ümumi mənaya görə fərqlidir, düzdürmü? Məktəbli nədir? İsimdir. Kəndli nədir? İsimdir. Amma duzlu isə sifətdir. Əgər ümumi mənaya görə deyəndə, yəni ümumi, əgər şərtdə yazsaq isə ümumi, biri ümumi mənaya görə fərqlənir. Bu zaman siz sözün nəyini götürürsünüz? Bəli, nitq hissəsini götürürsünüz. Nitq hissəsini. Burada da isim isə fərqli olacaq sifət C variantı. Buradan ümumi mənası da buradan Stanley'nin qaydası çıxır ki, Loli həm isimci alda bilər, həm sifətçi alda bilər. Bunu sizə isim dərsində ha vaxt sifət, ha vaxt nə zamanda isim izah olur. Bunu ayrı bir videoda sizə ətraflı izah edəcəm. Bugünkü videom bu qədər oldu. Sağ olun, görüşərik.